Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Badamdartda 6 sot sənəd olmaqla qəşəng, gözəl bir villamız çıxıb, hörmətli izləyicilər. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Nəzərinizə çatdırıram, ev tam paketli, kupsalı bir evdir. Birinci masifdə yerləşir, prestijli bir məhəllədə yerləşir. Sadəcə evdə yaşayış yoxdur. Ev haqqında bütün məlumatlarını sizə verəcəm. Yaşayış ara bir olur. Gördüğünüz kimi bura giriş darvazasıdır. Pultla idarə olunanda əlavə əl qapısıdır. Həyətində belə besetkası var. Nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Ev, kosmetik xərclərə ehtiyac var. Yaşam ev deyə biraz ehtiyac var. Onlar hamısı nəzərə alınıb, pulları çıxılıb. Yəni bunu nəzərinizə çatdırın, biləsiniz. Qiyməti sonunda siz nəzərinizə çatdıracağım. Birinci ev haqqında ətraflı məlumatınız olsun, sonra ətraflı nə varsa sizə qiymətini deyəcəm. Besetkadır, təmirə ehtiyac var. Bunu nəzərinizə çatdırım. Gördüyünüz kimi, yəni nə var? Reallıqlar deyəcəm sizə. Demək, həyəti hardasa 2 sota yaxındır. 2 sot rahat həyəti var. Ev 450 kvadratdır. Tam paketlidir. Torpağın da evində kupsası var. Evin sol tərəfindən girib, düz arxasına tərəf fırlanmaq mümkündür. Bütün otaqlarından da rahat işıq düşür. Yola da yaxın məsafədə yerləşir, çox uzaqda yerləşmir. Yəni 2-3 dəqiqəlik piyada yolda, marşruta yaxındır. Keçən indi evin özü ilə tanış olağın. Həyətyanı sahəsi ilə tanış oldu. Yəni gördüyünüz kimi həyətində manqalxanası zaten hamısı qaydasında. Həyətində tam daşlar düzülüb. Ev fundamental, köklü bir evdir. Üzü ağlar daşlarla üzlənib. İndi keçən evin içindən tanış olağın. Demək, daxil oluruq evin geniş bir bura xoludur. Giriş hissəsidir, xoldur. Demək, hörmətli izləyicilər, bu girişdə, xolda bura mətbəx. Mətbəxi hardasa 4-ün 6-ya, 24 kvadrat buranın mətbəxidir. Ev yenə deyiləm, 4-20 hündürlüklərdir. Ev yəni havalı saxlamada ödür. 4-20 ev sahibi özünə şəxsi tikdirmiş bir evdir. Döşəmələri tam parket, qoz ağacından, yəni hazırlanmış parketlərdir. Sağlam vəziyyətdədir, dağılıb tökülüb, sadəcə laklanmaq lazımdır. Yəni bunu da nəzərdə çatdırın. Burada bir aşağıda bir otaqdır. Buranın işığında problem var, deyən. Bura bir otaq. Təxmini hardasa 14 kvadratlıq. Arxasında bölünə rahat keçmək mümkündür. Evin hər tərəfinə keçmək mümkündür. Bütün otaqların hamısı, ikinci mərtəbənin ikisi də təmiz paketdir. Keçirik bura, böyük bir zaldır. Zalı 80 kvadratdır. Bu nəzərinizə çatdırım. Yenə də döşəməsi sağlam vəziyyətdədir, parketləri sağlam vəziyyətdədir. Yəni sadəcə laklanmalıdır, aboylar dəyişilməlidir, kosmetik işlər görülməlidir. Amma qiymətini sonunda deyəcəm. Yəni evə özünüz torpağın qiyməti ilə evin yəni tam təmir olsaydı baha olardı. Maraqlanıb birinci masifdə görün torpaq qiyməti neçədir. 80 kvadrat bura. Demək, keçirik burada sanuzel hissəsinə. Demək, burada hörmətli izləyicilər, sanitar qovşağı öz yerində. Hovuzu var buranın. İşıqları yanmır. Hovuzu var. Bir də bura düşü var. Düz, biraz qaranlıqdır bu, işıq yanmır, yaşayış yoxdur. Ayrıca parnoy var, baxın. Gördüyünüz kimi, parnoydadır, sadəcə əl gəzdirilməlidir. Bütün proyektdə hər şey nəzərə alınır, əl gəzdirilməlidir. Keçirik, qalxırıq buradan yuxarı. Aşağı birinci mərtəbə ilə tanış olduq, hörmətli izləyicilər. İndi qalxalım yuxarı proyektlərlə tanış. Bir zal, bir yataq otağı aşağıda, 6 otaqda yuxarıdadır. Cəmi 8 otaqdır. Buralar mərmərlə yığılıb, yəni sağlam vəziyyətdədir. Hamısı problem yoxdur. Hamısı qaydasında. Ara mərtəbəsi beton monolitdir. Qalxan kimi burada ikinci, görürsünüz hörmətli izləyicilər, burada yenə xoldur. Xolda bir sanuzel. Gördüyünüz kimi sanuzeldir bura.
Demək, 2 dənə otaq buradadır. Qoy onları göstərək. Təmirə ehtiyac var, hörmətli izləyicilər. İşıqları yanmır, üzürü sayın. 14 kvadratda burada bir, 14-15 kvadratda bir yataq otağıdır. Tavanları yenə də hündürü 4-20'dir. Bir yataq otağı da burada. 4'ün hardasa, 4'ün yox. 360'ın hardasa 5-50'ye, 6 metreye yaxındır. Burada bir yataq otağıdır. Parketlər yenə dediyim kimi dağılıb tökülüb, sadəcə laklanmalıdır. Sağlam vəziyyətdədir. Demək, holdan bir dənə keçir burada dəhliz sisteminə. 4 də otaq buradadır. 4 otaq burada, yenə də hardasa 350-360'ın 5-6 metreye bile 6 metreye yaxın 550 dolar. Bir yataq otağıdır. Aboylar dəyişilmədi. Yaşayış yoxdur deyə hörmətli izləyicilər. İsti soyuğa düşüb ev deyə aboylar zad atıb. Evdə yəni gərək havalı olmalıdır. Qapılar təmiz, bahalı qapılardır. Yəni bu təzədən qapılar işlənməlidir. Yəni bu qapılar hələ-mələm olmur. Sadəcə işlənməlidir, laklanmalıdır, eləməlidir. Burada 14 kvadratlıq bir yataq otağıdır. Parketləri yenə qaydasında dağılıb. Ən çox pul aparan parket isə bunlar hamısı yəni sağlam vəziyyətdədir. Burada yenə bir otaq, 16 kvadrata. Hardasa 16'ya yaxındır, 15 sat var. Evin də bütün pəncərələrindən tam rahat işıq düşür evin içinə. Burada yenə bir yataq otağı. Bu da 20 kvadrat olar. 4'ün 5'e, 350'nin 6'ya yaxın. Bir 20, 18-20 var. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında 8 məlumatları verdim, 800 otaqdır. Yəni hər şey dəqiqləşsə dedim, ölçüləri təxmini deyirəm, az fərq edir. Bunları da nəzərdə çatdırım. Demək, hörmətli izləyicilər, nəzərdə elanları çatdırım. Kimlərəsə obyektlər, bahalı obyektlər lazım olarsa, yəni əlimizdə çoxlu obyektlər, bina tikmək üçün böyük torpaqlar, yəni əlimizdə var. Bunları da nəzərdə çatdırım. Kimlərsə obyektlər, böyük villalar lazımsa əlimizdə var. Çünki hər villalarda çəkmək olmur. Vaxt edib çatdıra bilmirik. Hissəsə əlimizdə düşdükcə aparıb göstəririk. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməkli göstərə bilərik. Evi yenə dedim, birinci masifdə sənədləri qaydasında torpağın evin kupçası olmaqla 1.300.000 manat. Yəni təmir nəzərə alınıb. Yəni bu təmirli olsaydı baha olardı, yəni yerinə görə. Yəni demək olar torpağın qiyməti hamısı hesablanıb, evin tikilməzləri hamısı hesablanıb, 1.300.000 qiymət qoyulub. Yəni ev sahibinin dediyinə görə endirim olmağına yenə də endirim olunacaq. Birbaşa sahibinə görüşəcəksiniz. Son sözü də ev sahibi dedi, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik.